İlyas yazır, bərzəx aləmində atanı, ananı, nənəni, qohumları görəcəyik. Bərzəx bir maniyə. Yəni Qur'an-ı Kərimdə aləm adı ilə keçmir. Biz ona aləm deyirik. Yəni aləm bəşər aləmi kimi bir aləm deyil. Bir maniyədir, bir keçici bir məkandır. Yəni tranzit bir yerdir. Ruhlar o məkana daxil olurlar ki, oradan xaric olmaqdan ötürü. Yəni onlar insanın ruhu insanın bədənindən ayrılandan sonra cisim qalır torpaqda, dəfn olunur və yaxud suda qərq olur, balıqlar onu yeyirlər, qidalanırlar və yaxud onu yandırırlar, külün səpələyirlər göylərə, sulara, torpağa. Ruh gedir hara? Bərzəx məkanına. Bərzəx məkanında müddət var ki, o müddəti gözləyir, yenidən öz cisminə daxil olsun və bu da qiyamətin günündə olacaq və öz əməllərinə cavab versin. Bərzəx aləmində profildə videoda var, ona siz baxa bilərsiniz. Bir neçə video profildə var o barədə. Qısa deyim ki, bərzəx aləmində insanlar dünyadakı qiyafələrinin, bədənlərinin misali şəklində olacaqlar. Yəni, ruh maddi bir şey deyil də, elədir. Misali şəkil nə deməkdir? Yəni, güzgü qabağında insan dayananda bir tərəfdə onun maddi vücudu dayanır, bir tərəfdə onun misali vücudu dayanır. Maddi vücuda toxunmaq olur, misali vücuda toxunmaq olmur. Bərzəx aləmində insanların ruhi dünyadakı vücudlarının misali şəklində olacaqlar və bu baxımdan da onlar bir-birini görə biləcəklər bərzəx aləmində. Növbəti sualımıza baxaq.